Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan haberler programındasınız. Bakü stüdyomuzdan herkese günaydın. Ben Özlem. Mən dəyərli. Hər vaxtınız xeyir, dəyərli dinləyicilər. Özlem, xoş gördük. Bakıdan bütün Türkiye'ye salamlar. Hoş bulduk Ali. Bugün 2 Mayıs 2026 Cumartesi. Bakü'de yine yoğun bir gündem var sanırım. Nelerle başlayacağız bugün? Bəli Özlem, gündəm həqiqətən də zəngindir. İlk xəbərimiz siyasət sahəsindəndir. Dünən mayın 1-də Milli Məclis çox əhəmiyyətli bir qərar qəbul edib. Avropa Parlamenti ilə bütün əməkdaşlığı dayandırıb. Vay, bu çok ciddi bir karar. Milli Meclis yani Azerbaycan Parlamentosu Avrupa Parlamentosu'yla tüm ilişkileri durdurmuş. Peki neden böyle bir karar alındı Ali? Məsələ ondadır ki, son zamanlar Avropa Parlamenti Azərbaycan əleyhinə bir neçə qətnamə qəbul etmişdi. Milli Məclis də bunu cavabsız qoymadı və dünənki iclasında bu əməkdaşlığa xitam verilməsi barədə qərarı yekdilliklə təsdiqlədi. Yəni bu bir növ siyasi cavab addımıdır. Anladım. Getname dediğin sanırım kararname ya da kınama metni gibi bir şey değil mi? Yani Avrupa Parlamentosu'nun Azerbaycan aleyhine aldığı kararlara bir tepki bu. Peki bu ne anlama geliyor pratikte? Ortak komisyonlar, toplantılar falan artık olmayacak mı? Tamamilə doğru. Qətnamə qərar deməkdir. Praktikada bu o deməkdir ki, parlamentlər arası əməkdaşlıq çərçivəsində nəzərdə tutulan bütün görüşlər, birgə komissiya iclasları və rəsmi səfərlər ləğv edilir. Əlaqələr tamamilə dondurulur. Milli Məclis bu qətnamələri əsassız və qərəzli hesab etdiyini bəyan edib. Anlıyorum. Siyasette sular biraz ısınmış anlaşılan. Umarım en kısa zamanda diyalog yolu tekrar açılır. Peki sırada nasıl bir haber var? Təəssüf ki, növbəti xəbərimiz kədərlidir Özlem. Bir neçə gün əvvəl, ayın 30-da, paytaxtdakı Milli Onkologiya Mərkəzində bir partlayış baş verib. Aman Allah'ım, onkoloji merkezinde mi? Çok üzücü. Can kaybı ya da yaralı var mı? Bəli, Azadlıq Radiosunun verdiyi məlumata görə partlayış nəticəsində bir xəstə həyatını itirib, bir həkim isə yaralanıb. Hadisə oksigen balonunun partlaması nəticəsində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır. Vah vah, hastanede böyle bir olayın yaşanması korkunç. Hem hayatını kaybeden hastanın yakınlarına hem de yaralanan hekime geçmiş olsun dileklerimizi iletelim buradan. Sebebiyle ilgili daha detaylı bir bilgi var mı? Bir ihmal mi söz konusu? İlkin ehtimal texniki nasazlıqdır. Amma sənin də dediyin kimi səhlənkarlıq ehtimalı da istisna edilmir. Mərkəzin rəhbərliyi və aidiyyəti qurumlar araşdırmanın nəticələrini gözləyir. Bu xəbəri paylaşan Azadlıq Radiosu Azərbaycanda azad media orqanlarından biridir və bu cür hadisələri ictimaiyyətə çatdırmaqda önəmli rol oynayırlar. Anladım. Umarız sorumlular bir an önce bulunur. Şimdi biraz da ekonomiye bakalım mı? Sanırım hem iyi hem de düşündürücü haberler var. Bəli, elədir. Gəl yaxşı xəbərlə başlayaq. Beynəlxalq Valyuta Fondu, yəni IMF, Azərbaycan üçün çox müsbət bir proqnoz açıqlayıb. Fondun hesabatına görə Azərbaycanın nominal ümumi daxili məhsulun artımında 2031-ci ilə qədər yüksələn bir tendensiya gözlənilir. Bu harika bir haber. Ümumi dahili mahsul yani gayri safi yurt içi hasıla. IMF'nin böyle uzun vadeli pozitif bir beklentiye girmesi ülke ekonomisine olan güveni gösteriyor. Peki bu artışın arkasında ne var? Petrol dışı sektör mü yoksa başka etkenler mi? Proqnozda həm enerji sektorundakı sabitlik, həm də qeyri-neft sektorunda, xüsusilə nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrində gözlənilən artım əsas götürülür. Hökumətin apardığı iqtisadi islahatlar da müsbət amil kimi qiymətləndirilir. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatı daha şaxəli, yəni daha çeşitli bir quruluşa sahib olmağa doğru irəliləyir. Harika. Ama madalyonun bir de diğer yüzü var galiba. Bir yandan da problemli kredilerle ilgili bir haber görüyorum notlarımda. Bəli, bu da işin reallığıdır. Mərkəzi Bankın son məlumatlarına görə Azərbaycanda problemli kreditlərin həcmi, yəni vaxtında ödənilməyən borcların miqdarı yenidən artmağa başlayıb. Bu artım həm banklar üçün risk yaradır, həm də vətəndaşların iqtisadi vəziyyətinin o qədər də ürək açan olmadığını göstərir. Yani bir yanda makroekonomik olarak ülke büyümesi beklenirken, diğer yanda vatandaş bireysel olarak borçlarını ödemekte zorlanıyor. Bu biraz çelişkili bir durum değil mi? Tam olaraq belədir.
İqtisadçılar bunu gəlir bölgüsündəki bərabərsizliklə və bəzi vətəndaşların maliyyə savadlılığının aşağı olması ilə izah edirlər. Həm də manatla bağlı son dəyişikliklərin qiymətlərə təsiri də insanların alıcılıq qabiliyyətinə təsir edir. Bu da bizi növbəti xəbərə gətirir. Mütəxəssislər manatdakı dəyişikliklərin istehlakçı qiymətlərinə necə təsir edəcəyini müzakirə edirlər. Evet, milli para birimi manattaki değişimlerin fiyatlara etkisi her zaman merak konusu. Peki uzmanlar ne diyor? Fiyatlar artacak mı, azalacak mı? Fikirlər müxtəlifdir. Bəzi iqtisadçılar ixaldan asılılığa görə müəyyən məhsullarda bahalaşma olacağını proqnozlaşdırır. Digərləri isə Mərkəzi Bankın müdaxilələri ilə qiymətlərin sabit qalacağını düşünür. Yəni, hələlik dəqiq bir şey demək çətindir. Amma müzakirələr davam edir. Anladım. Bu borç meselesiyle ilgili bir haber daha var. Gümrük borcu olanların ülkeden çıkışı yasaklanabilir diyor. Bu nedir tam olarak? Bu yeni bir dəyişiklik təklifidir. Buna əsasən, gümrük rüsumları və vergiləri ilə bağlı borcu olan fiziki və hüquqi şəxslərin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyula bilər. Məqsəd, büdcəyə daxil olmaları artırmaq və vergidən yayınma hallarının qarşısını almaqdır. Amma bu təklif hələ ki müzakirə mərhələsindədir və vətəndaşların sərbəst hərəkət hüququnu məhdudlaşdırdığı üçün tənqidlərlə də üzləşib. Anlıyorum. Vay canına. Yani gümrüğe borcun varsa tatile veya iş seyahatine gidemeyebilirsin. Düşünücü. Türkiye'de de vergi borcu olanlara benzer uygulamalar var ama gümrük borcu için ilk defa duyuyorum. Dikkatli olmak lazım. Dəqiq elədir. Gündəmdə bir də Türkiyə iqtisadiyyatı ilə bağlı xəbər var. Trend.az agentliyi yazıb. 2026-cı ilin mart ayına aid ticarət məlumatları Türkiyə iqtisadiyyatında fərqli tendensiyalar olduğunu göstərir. Bu, qardaş ölkənin iqtisadiyyatını yaxından izləyən Azərbaycan üçün də əhəmiyyət daşıyır. Çünki iki ölkə arasında çox sıx ticarət əlaqələri var. Evet, iki kardeş ülkenin ekonomisi artık iyice iç içe geçmiş durumda. Birimizdeki dalgalanma diğerimizi de etkiliyor. Peki son olarak biraz da yüzümüzü güldürecek bir haber var mı Ali? Mesela spordan falan. Əlbəttə var. Futbol azarkeşləri üçün şad xəbərimiz var. Azərbaycanın Sabah futbol klubu bu il ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək və komandanın potensial rəqibləri də yavaş-yavaş bəlli olur. Oo, süper. Sabah kulübüne şimdiden başarılar dileyelim o zaman. Kimler var listede? Zorlu rakipler mi? Bəli, siyahıda Şərqi Avropadan və Balkanlardan güclü klublar var. Məsələn, Serbiyanın, Xorvatiyanın, Polşanın çempionları potensial rəqiblər arasındadır. Amma Sabah da son illər yaxşı komanda formalaşdırıb. Bütün Azərbaycan komandanın Avropadakı çıxışını böyük həyəcanla gözləyir. Ne güzel. İnşallah güzel sonuçlarla dönerler. Ali, bugün de birbirinden önemli haberleri bizimle paylaştığın için çok teşekkürler. Gündem yine dop doluydu. Mən təşəkkür edirəm Özləm. Azərbaycan gündəmini Türkiyədəki qardaşlarımıza çatdırmaqdan məmnuniyyət duyuram. O zaman bugünlük bizden bu kadar. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo